De Gaulle Bakı haqqında və Azərbaycan barədə ətraflı məlumata sahib idi. Onun Fransa üçün döyüşən partizanlar arasında Azərbaycanlı dostları var idi və onlardan biri Armet Mişel ləqəbli Əhmədiyyə Mikayıloğlu Cəbrailov idi. Əhmədiyyə Fransa xalqının qəhrəmanı olmaqla yanaşı, Fransa müvəqqəti hökumətinin prezidenti De Gaulle'un dəftərxanasında işləyirdi və onlar möhkəm dostluq edirdilər. Charles De Gaulle çalışırdı ki, 27 yaşlı dostu Armet Mişel yaxşı yaşasın və ona bütün diqqətini verirdi. Onunla Azərbaycan barədə tez-tez söhbətlər edirdi. Charles De Gaulle'un stolüstü 2 sevimli kitabı var idi. Onlardan biri Fransa tarixi, ikincisi isə Fransada nəşr olunan Vətən xatirəti idi ki, orada Azərbaycan xalqının tarixi dastanı Koroğlu haqqında məlumatlar var idi. Fransa müvəqqəti hökumətinin başçısı General De Gaulle və onu müşayiət edən nümayəndə heyəti 1944-cü ilin 27 noyabrında Bakıya gəlib.